Esselamu Aleyküm. Möhtərəm müsəlmanlar, əziz izləyicilər. Bu videoda danışmaq istədiyim mövzu İslamın tərifi və onun dayaqları haqqındadır. İslam tövhidlə Allaha təslim olmaq, itayətlə boyun əymək və şirk və onun əhlindən uzaq olmaqdır. Yəni bir kəs özünə müsəlman deyirsə, tövhidlə, yəni tək Allaha ibadət edərək və şirkdən çəkinərək Allaha təslim olmalı, onun əmrlərinə itayət edərək ona boyun əyməli və şirk və onun əhlindən uzaq olmalıdır. İslamın dayaqlarına gəldikdə isə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur. İslam 5 dayaq üzərində bina edilmişdir. La ilahə illallah Muhammedun Rasulullah şəhadəti, namaz qılmaq, oruç tutmaq, zəkat vermək və bazaran kəsin həccə getməsi. Bina edilmişdir sözünə diqqət çəksək, bildiyimiz kimi bina, yəni bir ev, əgər onun dayaqları sağlam olarsa da, hamısı yerindədirsə, o ev sağlam, etibarlı ev sayılır. Onlardan hər hansı biri zədələnmiş və ya uçurulmuş olarsa, onda evin özü də sağlam ev hesab edilmir. Eləcə də əgər biz dinimizin sağlam və keçərli Allah tərəfindən qəbul edilməsini istəyiriksə, elə də dinimizin dayaqlarının sağlam olmasına diqqət yetirməliyik. Yəni, sadəcə mən müsəlmanam deməklə kifayətlənməməli, əksinə Allah subhanahu wa ta'alənin bizim üzərimizə fərz buyurduğu ibadətləri yerinə yetirməklə ona boyun əyməli, həmçinin tövhidlə tək Allaha ibadət etməklə ona təslim olmalıyıq. La ilahə illallah Muhammedun Rasulullah şəhadətinə də qısaca toxunmaq istəyirəm. La ilahə dedikdə Allahdan başqa ibadət olunan hər bir şeyi inkar etməkdir. İllallah bütün ibadətlərin növü yalnız Allaha məxsusdur deməkdir. Necə ki Allah subhanahu wa ta'alənin mülkündə onun şəriki yoxdur, eləcə də ibadətlərdə onun şəriki yoxdur. Muhammedun Rasulullah şəhadəti isə, yəni Muhammed sallallahu aleyhi və səlləm Allahın elçisidir. Onun əmrlərinə itayət etmək, verdiyi xəbərlərə inanmaq, çəkindirdiklərindən çəkinmək və həmçinin Allaha yalnız və yalnız onun elçisinin ibadət etdiyi şəkildə ibadət etmək lazımdır. Bu mənanı verir.